Salam, hər vaxtınız xeyir. Bugün Aysən xanımla birlikdə cütlük münasibətlərindən danışmaq istəyirik. Ümumiyyətlə, sağlam münasibət necə olmalıdır? Biz partnyor seçərkən əsasən nələrə fikir verməliyik və uğurlu münasibətin əsas sirləri. Burada ikimiz də fikirlərimizi bölüşmək istəyirik. Aysən xanıma sual vermək istəyirəm. Sizcə sağlam və uğurlu münasibətin sirri nələrdədir? Belə deyim ki, sağlam uğurlu münasibətin sirri əslində belə deyək ki, hər zaman sağlam münasibət deyərkən dörd-dörtlük nəzərdə tutulur da, amma əslində bu belə deyil. Əgər sağlam münasibət qurmaq istəyiriksə bugünkü gündə orada əsasən konfliktlər olmalıdır. Çünki münasibəti möhkəmləndirən bariyerlərdən də biri sırf elə konfliktin olmasıdır. Çünki konflikt olmadığı müddətcə münasibətlərdə biz nəyin doğru, nəyin yanlış olduğunu hazır şəkildə görə bilmirik. Bir növ bizim üçün o deyir, səhnənin görünən, görünməyən tərəfləri var və biz o səhnənin arxa fonunu görə bilmirik. Çünki hər şeyin doğru getdiyini görürük, hər şeyi asanlıqla əldə edirik qarşı tərəfdən. Bu bizə verir dəfələrlə, amma ailə qurduğu zaman da, yəni bu bir növ belə deyim ki, həmin o şeylər dəstəklənmədiyi zaman artıq başlayır qığılcımlar baş verməyə və bu qığılcımlar da belə deyim ki, söz-söhbətə, böyük bir konfliktə gətirib çıxarır. Əslində, yəni ilkin münasibətləri qurduğumuz zaman, yəni konfliktlərin olması əsasən normal bir şeydir. Yəni, bəzən elə insanlar olur ki, məsələn, daha çox qızlardan misal çəkə bilərəm ki, qızlar görür ki, bu münasibətdə daha çox konflikt var. Və bir müddətdən sonra həmin o konfliktdən yorulmağa başlayır və deyir ki, yox, bu mənə uyğun, soyur və bu mənə uyğun bir münasibət deyil və mən bu münasibətin içində olmamalıyam. Əslində, biraz o necə deyərlər, irəli getsə, artıq o deyir, münasibətləri daha da möhkəmləndirsə, nəyin doğru, nəyin yanlış olduğunu aydınlaşdırsa və yəni o necə deyərlər, konfliktlə bir növ qarşılaşsa belə, həmin o şeylərin üstəsindən gələ biləcək. Yəni, razıyam bu fikrinizdən. Yəni, hər münasibətdə konfliktin olması realdır. Yəni, hər bir münasibətdə konflikt mütləq olmalıdır. Əksinə, söz azadlığı deyilən bir şey var ki, bu münasibətlərdə də keçərlidir. Yəni, hər kəs öz fikrini, öz düşüncəsini açıq şəkildə ifadə etməlidir ki, biz partnyorumuza hər vəziyyətindən şahid olar, onun əsəbi halını, emosional halını, nələrdən xoşu gəlir, nəyə gülür, nəyə sevinir, nəyə əsəbləşir. Yəni, bunları açıq-aydın bilməliyik ki, sabah münasibət ailə qurmağa doğru getsə, onda daha sağlam uğurlu münasibət də yaransın. Belə deyim ki, ailə qurmaqdan misal çəkim ki, bəzən ailə qurulduğu zaman hər şey o deyil, sevgili olduğu zamanlarda münasibətlər hər şeyi güllük gülistanlıq olur. Aysə, güllük gülistanlıq olur və buna görə də ailə qurduğu zaman partnyor nələrisə edib və yaxud da nələrisə o deyir, qısıtlandığı zaman və həmin anda artıq belə deyim ki, konflikt baş verir. Və bu konflikti sırf ailə qurduğu zaman artıq görməyə başlayır. Və ailə qurduğu zaman gördükdə artıq bu bilsiz necədir, böyük bir konfliktləri gətirib çıxarır bilər. Amma ilk sevgili olduğu dönəmlərdə başlasa bu konfliktlər, xırda konfliktlər, daha da ailə münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır. Çünki artıq şahid olur. Şahid olur, bəli. Çünki şahid olduğu müddətdə ailə qurduğu zaman o ona adi gələcək. Deyəcək ki, yəni bir ailədə konflikt ola bilər və yaxud da məsələn bu şeylərlə qarşılaşa bilərik. Yəni ola da bilər, olmaya da bilər. Amma bu zaman o baş verir ki, daha çox əksər ailələrdə bu belədir. Yəni sırf sevgili dönəmdə hər şey gülü-gülistan baş verir, yəni gülü-gülistan olur. Amma ailə qurduğu zaman artıq başlayır xırda bir konflikt, partnyorun gözündə bir böyük bir konflikt kimi görsənir. Bu da əslində belə deyim ki, doğru bir şey deyil. Yəni yeni ailə qurmuş insanlar üçün yəni doğru bir şey deyil. Əslində bunları sevgili dönəmində yaşasalar, o deyir, münasibətləri daha da aydınlaşdırsalar daha məqsəd olur. Aysən xanım, fikirlərinizin sonuna kimi razıyam. Düşünürəm ki, bir insan sağlam münasibətə girməmişdən öncə özünü dərk etməlidir, özünü tanımalıdır, həyatda nə istədiyini bilməlidir ki, zaten insan özünü dərk edəndən sonra artıq sağlam partnyorları, sağlam insanları öz həyatına çəkər. Bəli, elədir. Yəni partnyor belə deyək ki, partnyor münasibətə girməmişdən öncə
ilk öncə o münasibətdən nəyi görmək istəyir və hansı münasibəti görmək istəyir. Bu çox önəmlidir. Çünki bugünkü gündə əgər münasibətdə nə istədiyini bilmədiyi zaman partnyorun və artıq o düzgün münasibət də qura bilməz. Aha, düzdür. Belə bir sual da verim sizə. Sizcə cütlük münasibətlərində sevgi əvvəl gəlməlidir, yoxsa hörmət? Əsasən sevgidən sonra hörmət formalaşır. Çünki sevgi əgər olmasa o münasibətdə, yəni biz hörmətdən söhbət gedə bilməz. Çünki bilirsiniz necədir? Biz bir insanı əgər seviriksə, sevərək ona yanaşırıqsa, artıq biz onu hörmət də eləməyə başlayırıq. Çünki sevdiyimiz üçün və biz ona hörməti göstəririk. Aha, bir də onu qeyd etmək istəyirəm ki, sağlam münasibətə aparan ən başlıca səbəblərdən biri də partnyorların, cütlüklərin bir-birinə zaman verməsidir ki, bayaq da qeyd etdiyimiz kimi insanlar hər vəziyyətdə özünü tanımalıdır. Ümumiyyətlə psixologiyada belə bir anlayış var ki, bir insanı tanımaq üçün bizə ən azı 6 ay vaxt lazımdır ki, biz bu 6 ayda insanın hər vəziyyətinə şahid olan, hər vəziyyətdə onu görək. Bəli. Düzgün vurğuladınız. Yəni bir münasibət qurulan zaman, orada yəni partnyorlar bir-birlərinə zaman verməlidirlər. Çünki zaman çox önəmli məqamdır. Yəni biz bu zaman hər zaman qeyd elədiyim kimi, yəni nəyin doğru, nəyin yanlış olduğunu artıq asan şəkildə görə bilirik. Və yaxud da bugünkü gündə belə deyək ki, əsasən də məsələn nəyin yanlış, nəyin doğru olduğunu gördüyümüz zaman konflikti belə həmin o münasibətdə yaşayırıq və o zaman daxilində və o konfliktləri yaşadığımız zaman və sağlam münasibətə doğru addımlar atmış oluruq. Yəni bu nə deməkdir? Biraz geniş ifadə eləsəm, yəni biz partnyorlara zaman veririk və zaman verdiyimiz sürəcə də yanlışları, doğruları bir-birinə müqayisə edirik. Bugünkü gündə mən nələri yanlış etdim və o yanlışlarımı necə düzəldə bilərəm? Fikirlərinizə görə çox sağ olun Ayşə xanım. Artıq bu videonun da sonuna gəldik. Düşünürük ki, bu mövzu sizə həm yararlı, həm də maraqlı olar. Biz sizin də bu mövzu haqqında fikirlərinizi öyrənmək istəyərdik, bilmək istəyərdik. Əgər uğurlu münasibət haqqında sualınız varsa, buyurub ünvanlaya bilərsiniz. Və səhifəmizdə də yorumlar hissəsi açıqdır. Fikirlərinizi, suallarınızı oraya yaza bilərsiniz. Bəlkə bu videonun part 2-sini də biz çəkərik, sizin suallarınıza əsasən. Gələn videoda görüşənə dək sağ olun. Sağ olun.